Tamam əzizlərim, Səlimlə gəzməyə gedirik, hara gedirik bilmirəm. Moms cins deyirlər, nə deyirlər, ondan giyindim. Deyəsən Defacto'dan almışdım, yanılmıramsa. Belə. Yanılmıramsa Defacto'dan almışdım. Bu Bershka'dandır. Bəli, indi dəbdir xət olan dünya trendində broşlar, hətta bundan da gözəl yekə broşlar taxmaq. Bu solo saatımı taxdım, Pandoram qara əqiqlə göz dəyməsin. Belə brilyant qızıl modellər də var, amma məndəki gümüşdür və bu qızılların, bir də ki bu. Bəlkə nəsə taxaram, bilmirəm, məncə də yox. Yetərlidir və bu David Jones çantam. Krasovkalarla giyinib gedəcəm. Mən bu videoları niyə paylaşıram? Xanımlar, əgər məsəl üçün fikir bəyəndinizsə, fikir olsun deyə. Xüsusilə kişilər üçün paylaşmıram ki, mənə fikir yazsınlar ki, ayaqqabı ilə sumka uyğun oldu, yaraşdı, yaraşmadı, yaraşdı, yaraşmadı. Analarınıza, bacılarınıza, arvadlarınıza, sevgililərinizə, nişanlarınıza deyin. Yaraşmayanı giyinməsinlər, sizin fikri necə olan yaraşanları giyinsinlər. Xanımlar da, mənə hər şey yaraşır, al da yaraşır, şal da yaraşır. Dünyada en qədər insan var, en qədər zövq var və mən zövqlər sırasındayım. Əgər sizin zövqünüzə uyğun gəlmişsə bir ayrı. Çanta da ayaqqabı ilə uyğun olsa çantanız gözəldir, təşəkkür edirəm. Uyğun gələ də bilər, gəlməyə də bilər. İndi bir-biri ilə uyğun rənglər trenddə deyil, biraz trend barədə oxuyun. Fashionistalar, stylishlər. Belə, sizləri sevirəm. Hətta boş-boş yazanları da sevirəm. Çünki o boş-boş yazanları salam yox, bu da həyatda savab olsun. Mən getdim Səlimlə gəzməyə, amma inanın hara gedirik? Özümüzdə bilmirik.